Qlobal Cənub QHT platforması üçün 110-dan çox ölkəni təmsil edən qeyri-hökumət təşkilatları Bakıya toplaşır. Bu barədə Qlobal Cənub QHT platformasının təsis konfransı ilə əlaqədar keçirilən brifinqdə deyilib. Bildirilib ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycan qeyri-hökumət təşkilatları Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək. Müxtəlif beynəlxalq təşkilatlarda BMT də daxil olmaqla qlobal cənubun üzləşdiyi problemlərin, yoxsulluğun, eyni zamanda ticarət bərabərsizliyinin, rəqəmsal bərabərsizliyin, müstəmləkə siyasətinə məruz qalan xalqların səsinə çevriləcək. Artıq bir neçə qeyri-hökumət təşkilatlarından Azərbaycan QHT-ləri ilə anlaşma memorandumlarının imzalanması ilə bağlı təklifləri almışıq. Əminəm ki, 2 gün forum ərzində həmin anlaşma memorandumları da imzalanacaq. COP29 zamanı Qlobal Cənub QHT platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Daha sonra bu təşəbbüs 140-a yaxın ölkənin qeyri-hökumət təşkilatları tərəfindən alqışlanılıb. 1000-dən çox xarici qeyri-hökumət təşkilatı bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb. QHT forumunun idarə heyətinin sədri Ramil İskəndər bildirir ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir. COP-un ərəfəsində yaradılmış COP29 QHT koalisiyasının qlobal xarakterli bu da bir koalisiya idi ki, hansı ki Milli Qeyri-Hökumət Təşkilatları Forumu təşəbbüsü ilə yaranmışdı. Həmin koalisiyanın da görüşlərində xarici QHT-lər məhz Milli QHT Forumunun bu cür təşəbbüsü həyata keçirməsini təklif olaraq Qlobal Cənub QHT platformasının təsisatlandırılmasını önə çəkmişlər. Qeyd eləyək ki, platformanın təsis konfransı aprelin 28-29-unda keçiriləcək. Həmrəy fəaliyyət, yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi adlı forumda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq. Həmçinin konfransda 70 il əvvəl İndoneziyada qəbul edilən tarixi Bandung prinsiplərinin əhəmiyyəti vurğulanacaq. Belə ki, bu prinsiplər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir.